Salam əziz MQV sertifikasiyaya hazırlaşan müəllimlər. Mən bugün sizə 24 iyun tarixində sertifikasiyanın qəbuluna düşən kurikulum suallarını izah edəcəm. Zəhmət olmasa kanalımıza abunə olmağı, videolarımızı bəyənib şərh yazmağı unutmayasınız. Əvvəlcədən təşəkkür edirəm. Onu deyim ki, suallar eynən olmasa belə hansı mövzulardan düşübsə həmən mövzulara uyğun və həmən sualın tərtibatına uyğun sualları hazır edib sizlərlə paylaşıram ki, məlumatınız olsun. Birinci sualda deyir ki, ayrı-ayrı heyvan siniflərinin oxşar və fərqli cəhətlərini müqayisə edib səbəblərini izah edin. Mən demişəm ki, eyni müstəvidə müqayisə olanda həmişə anlamaq olur. Ondan əlavə səbəb, nəticə, mahiyyət, əhəmiyyət bu kimi sözlər görəndə də həmişə anlamağı və ən əsası mak axtarın. Mak nədir? M məntiqi təfəkkür, A anlamaq, K konseptual bilik. Yəni bu üçündən birini axtarmaq və yaxud da variantlarda üçü də varsa üçünü də seçə bilərsiniz. Dediyim kimi səbəb, nəticə, mahiyyət, əhəmiyyət kimi fikirləri görəndə, oxşar fərqli cəhətlər fikirlərini görəndə həmişə mak axtarın. Həmçinin də burada eyni müstəvidə müqayisə gedir. Fərqli müstəvidə müqayisə olsa bu təhlil olardı. Yəni birini digərindən üstün tutsaydı. Bu heyvanın o heyvandan üstünlüyü nədədir desə təhlil olar. Amma eyni müstəvidə müqayisə olanda anlamaq olur. Bir adım. İkinci suala baxırıq. Formativ qiymətləndirməyə aid olmayan fikir istəyir. Öyrənməni təmin edən qiymətləndirmədir, bəli. Müstəqil öyrənməni təmin edir. Şagirdin fəaliyyətini izləyir, inkişaf elətdirir, istiqamət verir, bəli. C də doğrudur. Risk tələb edən qiymətləndirmə də olmaz. Çünki risk tələb edən qiymətləndirmə summativdir. Nə deməkdir bu? Yəni ki, summativdə artıq qiymət qoyulandan sonra dəyişmir. Bu risklidir, amma formativ riskli deyil. Bir dəfə 3 aldın, bir dəfə oxuyub 5 alarsan, bir dəfə 7, bir dəfə 8, yəni ki, fərqli qiymətlər ala bilirsən. D bizim doğru cavabımızdır. Formativə aid olmayan fikirdir, çünki summativə aiddir. Şagirdin olduğu yerdən hədəfə aparan qiymətləndirmə, bəli, formativ qiymətləndirmə şagirdi düzgün seçim, düzgün istiqamətdə yönləndirməyə hədəfə aparan qiymətləndirmədir. Düzgün istiqamətə yönəldən qiymətləndirmə. 2D oldu. 3-ə baxırıq. Qrup işi zamanı qrup lideri dominantlıq edir. Digər şagirdlərin də qrup işində fəal olmasına şərait yaratılır. Yəni onlara mane olur. Müəllim bu zaman nə etməlidir? Müəllim qrup liderini digər sinif yoldaşları ilə motivasiya qurmağa yönləndirməlidir. Xeyr, burada motivasiyalı bir məqam yoxdur. Ümumiyyətlə çalışmalıdır ki, müəllim şərait yaratsın ki, şagirdlər bir-birini, özlərini, yəni özünü başqa birinin yerinə qoya bilsinlər. Müəllim qrup liderini digər sinif yoldaşlarıyla antipatiya qurmağa, antipatiya yox, empatiya qurmaq olar. Yəni özünü başqasının yerinə qoymaq. Müəllim onunla söhbət eləməlidir ki, sən belə eləyəndə belə olur, digər şagirdlərdə aqressiya yaranır, ona görə özünü qarşı tərəfin yerinə qoy, görsən onlar sənə belə eləsən, necə olarsan. Ona görə cavabımız empatiya, Y bəndidir. Digər variantları oxuyaq. Müəllim qrup liderini digər sinif yoldaşları refleksiya qurmağa, burada refleksiyalıq bir məqam yoxdur və simpatiya qurmağa xeyr. Yəni əsas empatiya qurmaqdır. Hətta həmçinin telepatiya da var. Telepatiya da danışmadan ünsiyyət qurmağa deyilir. Antipatiya sevməməkdir. Empatiya amma özünü qarşı tərəfin yerinə qoymaqdır. Simpatiya qarşı tərəfi bəyənməkdir. Bunlar yeni ifadələrdir. 3 oldu Y bəndi və qolma nəzəriyyəsinə yer alan ifadədir. 4-də deyir, effektiv müəllim-şagird münasibətinə uyğun gələn situasiyanı müəyyən edin. Etnik və milli mənsubiyyət, öyrənmə çətinliklərinin olması kimi amillər şagirdin bullyingə məruz qalmasına təsir edə bilər. Bəli, bu doğru yanaşmadır. Müəllim sinifdə davamlı olaraq kobud ifadələrdən istifadə etməsi şagirdi qeyri-verbal yox, verbal bullyingə məruz qoyur. Çünki o kobud ifadələrdən istifadə edirsə, danışır, danışmaq da verbal bullyingdir. Qeyri-verbal danışmamaqdır. Tez-tez ümumi valideyn iclasları keçirməklə valideyn məktəb əlaqələrini gücləndirmək mümkündür. Effektiv müəllim-şagird valideyn iclası keçirilməlidir. Tez-tez keçirilsə onun əhəmiyyəti olmur. Tez-tez sözü yanlışdır. Göz kontaktı və gülümsəmə effektiv şagird-müəllim münasibətinin qurulmasına müsbət təsir göstərmir, yox, əksinə göstərir olmalıdır. Müəllim yalnız şagirdin davranışını və akademik göstəricilərlə bağlı
Problem və ya narahatlıq yarandıqda valideynlərlə əlaqə saxlamadı. Xeyr, mütəmadi əlaqə saxlamadı. Tez-tez yox, yəni həftədə bir dəfə, 2 dəfə, yəni ümumiyyətlə əlaqə saxlananda da həmişə deyirəm, birinci müsbətlərini deyin şagirdin, sonra mənfilərini, birinci mənfiləri deməyin. 4A-dır. 5-ə baxırıq. Xəstənin əlamətləri əsasında onda hansı xəstəliyin olduğunu müəyyən edib səbəblərini izah edin və sağalması üçün müəyyən təkliflər irəli sürün. Baxın, eləcə desəydik ki, səbəbini izah edin. Nöqtə olsaydı, mən bunu mak götürərdim. Məntiqi təfəkkürü anlamaq, konseptual bilik. Amma cümləmin davamı var. Sağalması üçün müəyyən təkliflər irəli sür deyil. İndi bizə bir şey dedim. Eləcə desəydi ki, xəstə ilə bağlı, xəstənin sağalması üçün müəyyən təkliflər irəli sürün. Bu zaman yaratmaq olardı. Olmayan bir məhfum üzərindən biz fikir irəli sürəndə bu yaratmaq olur. Amma bu yazıq bizim əlimizə bir material verib ki, buyur, oxu, xəstənin əlamətləri əsasında onda hansı xəstənin olduğunu müəyyən edib, səbəblərini izah edin. Gör, necə uzun cümlə bir fikir verib bizə. Bizim əlimizdə bir məhfum verib, məhfumun üzərində iş icra eləyirəmsə, bu tətbiq olur. İş icra nədir? Sağalması üçün müəyyən təkliflər irəli sürün. Bu da işin icrasıdır. Daha təklifi görən kimi qaça-qaça yaratmağı götürməyin. Bax, cümlənin birinci mahiyyətinə baxın. Ümumiyyətlə, neçə gündür qəbula düşən suallarda baxıram. Məhz yaratmaqla tətbiq arasında çaşdırıcı məqamlar var. Düzdür, variantlarda burada yaratmaq yoxdur, ancaq yaratmaq da sala bilərlər. Yəni, olmayan bir məhfum üzərində sənə deyir, get bunu yarat. Yəni, bu işi icra elə. O zaman yaratmaq olur. Amma bu mənə uzun-uzadı bir cümləni verib, oxu və onun üzərində yaradıcı bir yeni bilik tətbiq elə, yeni bilik icra elə, o zaman tətbiq etmə olur. Ona görə burada cavabım 5, B bəndi olmuş oldu, tətbiq etmə. 6-ya baxırım. Sinfin idarə edilməsi mexanizminə uyğun gələn situasiyanı müəyyən edin. Müəllim, şagirdlərin şəxsiyyətini yox, fəaliyyətini önə çəkərək onların davranışlarına rəy bildirməlidir. Şəxsiyyəti olanda deyirəm, sən dağlarsan, sən çaylarsan, səndən yoxdur, bir dənə sən mükəmməlsən, dəryasan. Olmaz belə. Fəaliyyətini önə çəkməlidir. Karl Dweck nəzəriyyəsindəki kimi. A yanlışdır. B-də deyir, qaydaların sayının 6-8 yox, 3-5 arası saxlamaq ən optimaldır. 6-8 çoxdur çünki. Sinif qaydaları tərtib edərkən təsdiq cümlələri qurmaq yerdə xeyr olmaz kimi sözlərdən istifadə daha yaxşıdır. Xeyr, inkar fikir yox, təsdiq cümlələri olmalıdır. C-də yanlışdır. Sinifdə davranışla bağlı problemlərin həllində müəllim reaktiv və proaktiv yanaşma göstərə bilər. Bəli, reaktiv, avtoritar üslubda olan müəllimdir, proaktiv, demokratik üslubda olan müəllimdir. Yəni, avtoritar əmr eləməyi sevir, amma proaktiv, mən həmişə deyirəm, iPhone Pro ilə yadda saxlayın. Proaktiv, iPhone Pro, yeniliklərə açıq müəllimdir. 6D-dir. Y-də nə deyir? Səriştəli müəllim problem yaranan zaman cəza metodlarından istifadə etməklə şagirdlərin davranışını düzəldə bilər. Bunu səriştəsiz, yəni bacarıqsız, qabiliyyətsiz müəllim edə bilər. Cəza metodundan istifadə edir, şagirdin davranışını Gestapo rejimindədir. Bu uşaq bunu niyə belə eləyəsə? 6D bəndi. 7-yə baxırıq. Sinfin idarə edilməsinə bağlı düzgün olmayan fikir istəyir. Sinifdə qoyulan prosedurların effektivliyini təmin etmək üçün onların icrasını vərdiş halına gətirmək lazımdır ki, şagirdlər də öyrənmiş olsun. A, doğrudur. Əgər şagird prosedurları düzgün icra etmirsə, buna səbəb həmin prosedurun faydasız yox, faydalı olmasıdır. Bir dəqiqə, düzgün icra etmirsə, cümlənin özündə bir səhvlik var. Düzgün icra eləmirsə, deməli bu faydasızdır. Bu yanlış fikirdir. Çünki mən hər hansı bir prosedur qoyuramsa, o faydalı prosedurdur deməli. Yəni, icra eləmədiyi şey faydasızdır deyə bir ifadə yoxdur. 6 ona görə B bəndidir. C-dir. Sinfin səmərəli idarə edilməsi müəllimdən tələb olunan səriştələrdən biridir. Bəli, buzqıran strategiyalarından istifadə sinfin effektiv idarə edilməsində də məqsədə uyğundur. Bəli, icebreaker deyilər ingilis dilində, qolma nəzəriyyəsində də yer alan fikirdir. Empatiyada, sosial məlumatlıqda. D də doğrudur. Sinf iclaslarında şagirdlərdə konflikti həll etmə bacarığını formalaşdırması arzu olunandır. Bu da doğru yanaşmadır. Münasibətlərin idarə edilməsinə şərait yaratmalısan. 6B bəndi, 7B bəndi olur. 8-ə baxırıq. Formativ qiymətləndirmə nə vaxt və kim tərəfindən aparılır? Dərs ilinin, tədris vahidinin, bəs və bölmələrin əvvəlində müəllim tərəfindən aparılır. Bu, diaqnostik qiymətləndirmədir.
Sinfi dəyişdikdə, şagird sinifdən sinfə keçəndə, zəruri vəziyyət yarandıqda, şagird bir ümumi təhsil müəssisəsindən digərinə gəldikdə müəllim tərəfindən aparılır. Bu da diaqnostik qiymətləndirməyə aiddir. Məktəb rəhbərliyi tərəfindən hər yarım ilin sonunda aparılır. Bu böyük summativdir, BSD-dir. Hər bölmənin sonunda müəllim tərəfindən aparılır. Bu KSG-dir, yəni kiçik summativ. Dərs ilinin əvvəlindən başlayaraq təlim prosesində müntəzəm olaraq fən müəllimi tərəfindən aparılır. Bəli, bu formativə aiddir. Müntəzəm olaraq dərs 9 ay ərzində aparılır. Y bəndi doğrudur, 8Y. 9-da. Mendeleyev cədvəlinə əsasən elementlərin yerlərini deyin. Mən yadımda olanı deyirəm, xatırlayıb deməliyəm. Burada nə işin icrası var, nə anlamaq var, nə tədbiq var, nə yaratmaq var. Sadəcə xatirimə, yadıma salıb deməliyəm. Ona görə 9C bəndi. Ümumiyyətlə, sualı oxuyanda görün beyninizdə nə canlanır, ona istiqamətlənin. Onda rahat tapmış olacaqsınız. 10-da. Beyin həmləsinə aid olmayan fikir istəyir. Problemli situasiyanın həll edilməsi yolları birlikdə düşünülür, təqdim edilir. Bəli, bu doğru fikirdir. Şagird müxtəlif kreativ ideyaları bir yerə gətirmək və problemin həlli yollarını tapmaq üçün bu üsuldan istifadə edir. Yəni, beyin həmləsi ümumiyyətlə ən yaxşı iş üsulu hesab olunur. Problemli situasiyada çox istifadə olunan üsuldur. C deyil, qruplara bölünmüş şagirdlər öz mövqelərini argumentlərlə müdafiə edirlər. Argument, debat, insident. Yəni, burada harada mövqe, argument gördünüzsə, debatla insidenti axtarın. Bunun beyin həmləsindən yaxından, uzaqdan əlaqəsi yoxdur. D bəndində şagirdlər prosesdə bir-birlərinin cavab və fərziyyələrini dinləyirlər. Bu beyin həmləsində də var, müzakirə xəritəsində də var, qərarlar ağacında adlı iş üsulunda da var. D-də doğrudur, motivasiyada ən yaxşı iş üsulu hesab olunur. Bu da doğru yanaşmadır. 10 oldu C bəndi. Bu qədər uğurlar.